Salam değerli izləyicilər, Azərbaycanda pensiya sistemi dəyişir və yenilikləri diqqətinizə çatdırırıq və zəhmət olmasa videonu paylaşıb burada üstəgəl işarəsinə vurun ki, kanalımız yenidir. Buradan da canlı yayımlar açırıq və digər vacib xəbərləri də izləyə bilərsiniz. Deməli, dəyərli izləyicilər, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Qlobal Infoya bildirib ki, Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsinin hazırlanması əhəmiyyətli bir islahat sayılır və pensiya sisteminin gələcəkdə necə formalaşacağına ciddi təsir eləyə bilər. Azərbaycanda pensiyalar əsasən dövlət sığorta sisteminə deməli bu modelə əsaslanır. Bu modeldə işləyənlərin ödədiyi vəsaitlər hazırda pensiya alanlara yönəldilir. Əhali yaşlananda və işçi pensiyaçı nisbəti azaldıqca bu sistemdə maliyyə təzyiqi artır. Özəl fondların əlavə edilməsi fərdi yığım mexanizminin tətbiqi dövlət üzərində yükü azaldır və pensiya təminatının yalnız büdcədən asılı olmamasına imkan yaradır. Özəl fondlarda toplanan vəsaitlər maliyyə bazarlarına yönəldiləcək. Bu da həm kapital bazarının dərinləşməsinə, həm də pensiya ödənişlərinin daha sabit və şaxələnmiş mənbələrdən təmin olunmasına gətirib çıxara bilər və pensiya fondlarının topladığı vəsaitlər səhim, istiqraz, daşınmaz əmlak fondları və digər maliyyə alətlərinə yatırıldıqda ölkədə uzun müddətli maliyyə resurslarının həcmi artır. Azərbaycanda qiymətli kağızlar bazarı hələ tam inkişaf etməyib. Özəl pensiya fondlarının fəaliyyəti bu bazarı stimullaşdıraraq daha çox şirkətin birjada listing deməli olmasına səbəb ola bilər və iqtisadçı qeyd edir ki, fondlar düzgün tənzimlənərsə maliyyə sisteminə əlavə yastıq yaradılır və böhran dövrlərində dövlətin yükü azalır və vətəndaşların fondlara etimadı ən kritik faktordur. Yəni vətəndaş bu fondlara etibar eləməlidir. Şəffaflıq, dövlət nəzarəti, beynəlxalq audit və risklərin sığortalanması bu etimadı artırmalıdır və ekspert əlavə edib ki, ilk mərhələdə vətəndaşların fondlara qoşulmaqda tərəddüdü mümkündür. Ümumiyyətlə, özəl pensiya fondlarının yaradılması Azərbaycanda pensiya sisteminin uzun müddətli dayanıqlığını gücləndirə və dövlətin sosial yükünü azaldır və kapital bazarının inkişafına təkan verə bilər. Bununla yanaşı bu fondlar vətəndaşların yığım və maliyyə savadlılığı mədəniyyətinin formalaşmasında əsas stimul rolunu oynaya bilər və amma uğurun açarı güclü qanuni baza, dövlət nəzarəti və şəffaf idarəçilik olacaq deyə ekspert Akif Nəsirli bildirib.